Qoç bürcü 4 oktyabr 2025-ci il. Səhərdən ailə üzvlərinizlə birlikdə ev işləri ilə məşğul olmalı olacaqsınız. Sakitliyinizi qoruyun. Kiçik əsəbləşmə ehtimalı var. Bu mübahisəyə çevrilə bilər. Lakin sizin soyuqqanlığınız münaqişəni başlanğıc mərhələsində söndürməyə kömək edəcək. Birlikdə bütün vacib işləri çox tez görəcəksiniz. İstirahət və ünsiyyət üçün kifayət qədər vaxt qalacaq. Günün ikinci yarısı isə qonaqlıq, dostları qəbul etmək üçün əlverişli olacaq. Gözlənilməz pul gəlirləri mümkündür. Bəzi qoçları böyük sevinç bəxş edəcək qiymətli hədiyyələr də gözləyir. Buğa bürcü 4 oktyabr 2025-ci il. Siz başqalarını yaxşı başa düşməyi bacaracaqsınız. Buna görə günün birinci yarısı səmimi söhbətlər üçün çox münasibdir. Xüsusilə də ailənin ən gənc və ən yaşlı üzvləri ilə. Onlar sizinlə gizli fikirlərini bölüşəcəklər. Bu münasibətlərinizi daha da gücləndirəcək. Həmçinin evdə kosmetik təmirə və abadlaşdırma işlərinə başlamaq üçün münasib zamandır. Əksər buğalar uzun müddətdir təxirə saldıqları işlərin öhdəsindən gələ biləcəklər. Axşam isə hələ heç vaxt olmadığınız bir məkanda gəzintiyə çıxmaq faydalı olar. Bu sizə yeni təsadüflər bəxş edəcək, maraqlı fikirlərə yol açacaq. Əkizlər bürcü 4 oktyabr 2025-ci il. Ciddi işlər planlaşdırmayın. Böyük güc tələb etməyən adi gündəlik işlərlə məşğul olun. Yaxınlarınızla mübahisəli məsələləri müzakirə etməyə dəyməz. Çünki yəqin ki, mübahisə edib məyus olacaqsınız. Səbirli olun, tezliklə vəziyyət dəyişəcək. Günün ikinci yarısında müsbət tendensiyalar güclənəcək. Əksər əkizlər əhvalın yüksəldiyini və gücün artdığını hiss edəcəklər. Bir çox vacib məsələlərə aydınlıq yaranacaq. Əvvəllər korlanmış hesab etdiyiniz münasibətləri bərpa etmək mümkün olacaq. Bunun üçün sizdən təşəbbüs göstərmək belə tələb olunmayacaq. Xərçəng bürcü 4 oktyabr 2025-ci il. Günün birinci yarısını istirahətə və rahatlığa həsr etmək daha yaxşıdır. Alış-verişə getməyə dəyməz. Düşündüyünüzdən qat-qat çox pul xərcləyə bilərsiniz. Səhər saatları ciddi söhbətlər üçün də münasib deyil. Çünki bir-birinizi başa düşmək çətin olacaq. Özünüzlə tək qalın. Sizi narahat edən mövzular barədə düşünün. İntuisiyanız sizə düzgün qərarlar verəcək. Bir qədər sonra bütün vacib işləri görə biləcəksiniz. Axşam isə fəal ünsiyyət üçün çox münasibdir. Yeni münasibətlər qurmaq istəyən xərçəngləri maraqlı tanışlıqlar gözləyir. Şir bürcü 4 oktyabr 2025-ci il. Səhərdən azacıq əsəbləşmə hiss edəcəksiniz. Buna görə də ciddi diqqət tələb edən işlərə başlamasanız daha yaxşı olar. Yaxınlarla mübahisələrdən qaçın. Ən yaxşısı, qaydaya salma işləri ilə məşğul olun. Lazımsız əşyaları atın. Bu sizi sakitləşdirəcək. Günün ikinci yarısında emosiyalarınızı idarə edə biləcəksiniz. Uğurlu alış-veriş edəcək və üstəlik bir qədər qənaət də etmiş olacaqsınız. Çoxlu şirlərə isə köhnə dostlarla görüş böyük zövq verəcək. Xüsusən də sizi birləşdirən hobi və ya peşə maraqlarınız varsa. Qız bürcü 4 oktyabr 2025-ci il. Doğru qərarlar qəbul etmək sizə asan olmayacaq. Ona görə də səhərdən təxirə salmaz işlərə başlamaq daha məqsədə uyğundur. Tələsməyin, amma öhdənizə götürdüyünüz işləri də laqeyd qoymayın. Kiçik nasazlıqlar, problemlər üzə çıxa bilər, amma siz onların öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız da istəsəniz məmnuniyyətlə kömək edəcəklər. Axşam isə qonaq qəbul etmək və ya ictimai tədbirlərə qatılmaq üçün münasibdir. Bir çox qızlar yaxın gələcəkdə fayda verəcək yeni tanışlıqlar qazanacaqlar. Tərəzi bürcü 4 oktyabr 2025-ci il. İstənilən vəziyyətdə soyuqqanlı qalmaq, ən çətin məsələləri belə həll etmək sizin üçün asan olacaq. Böyüklərlə məsləhətləşmək üçün yaxşı vaxtdır. Onların tövsiyələri çox faydalı ola bilər və ya sizi düzgün fikrə yönləndirə bilər. Ailəli tərəzilərin yaxınlarının işləri ilə maraqlanması lazım gələcək. Amma bu yorucu olmayacaq. Uzun müddətdir görmədiyiniz qohumları qəbul etmək üçün münasib gündür. Gözəl vaxt keçirəcək, yeni şeylər öyrənəcək, bəzi hallarda qarşılıqlı faydalı əməkdaşlıq barədə razılıq əldə edə biləcəksiniz. Əqrəb bürcü 4 oktyabr 2025-ci il. Optimist əhvalınız yarana biləcək, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Yeni biliklər öyrənmək üçün münasib gündür. Çünki onlar yaddaşınızda uzun müddət qalacaq və tezliklə lazım olacaq. Bəzi əqrəblər uzun müddətdir gözlədikləri xoş xəbərləri alacaqlar. Faydalı ola biləcək insanlarla əlaqələr qurmaq da uğurlu alınacaq. Ev problemləri sizi biraz əsəbləşdirə bilər, amma yenə də onlarla məşğul olmaq məcburi olacaq. Özünüzü çox yükləməyin. Yalnız təxirə salmaz işləri görün. Oxatan bürcü 4 oktyabr 2025-ci il. Səhərdən güc və ilham axını hiss edəcəksiniz. Bu emosional yüksəliş sizə bütün işlərin öhdəsindən asanlıqla gəlməyə, ətrafdakıların rəğbətini qazanmağa, gündə çoxlu müsbət cəhətlər görməyə kömək edəcək. Bir çox oxatanlar köhnə rəqibləri ilə barışaraq onları müttəfiqə çevirməyi bacaracaqlar. Hətta bahalı alış-verişlər belə uğurlu olacaq. Uzun müddət xidmət edəcək. Bir müddət sonra başqalarını anlamaq çətinləşəcək. Daha çox özünüzə qapanacaq və yaxınlarınıza güzəştlik etmək istəməyəcəksiniz. Amma yenə də anlaşmağa çalışmaq lazımdır. Kompromis tapmaq düşündüyünüz qədər çətin olmayacaq.
Oğlaq Bürcü 4 oktyabr 2025-ci il. Yaradıcı ideyaları həyata keçirmək üçün münasib gündür. Yeni hobbi sınamaq və ya köhnə məşğuliyyətlərinizə qayıtmaq faydalı ola bilər. Bu sizə xoş emosiyalar gətirəcək və problemlərdən uzaqlaşdıracaq. Çoxlu oğlaqlar köhnə borclarını geri alacaq və dəyərli hədiyyələr əldə edəcəklər. Planlar qurmaq, onları ailə üzvləri ilə müzakirə etmək üçün yaxşı zamandır. Hər kəs vacib təklifləri irəli sürə biləcək. Günün ikinci yarısı isə ev işləri ilə məşğul olmaq üçün münasibdir. Əgər yaxınlarınızı da bu prosesə cəlb etsəniz, ev qayğıları sizə darıxdırıcı görünməyəcək. Dolça Bürcü 4 oktyabr 2025-ci il. Sizin həm şəxsi işlərinizə, həm də başqalarına kömək etməyə gücünüz və vaxtınız çatacaq. Qarşı tərəfin minnətdarlığı isə sizə ruh yüksəkliyi və yeni güc verəcək. Planlaşdırdığınız alış-verişlər uğurlu olacaq, uzun müddət işə yarayacaq. Amma ani xərclərdən uzaq durun. Çünki əlavə pul sərf edə bilərsiniz. Bəzi dolçalara maraqlı bir təklif ediləcək və onu tezliklə qəbul etmək məsləhətdir. Günün ikinci yarısında ciddi məsələlərlə məşğul olmaq, vacib qərarlar qəbul etmək məsləhət deyil. Ailə üzvləri ilə birlikdə vaxt keçirin, yaxın dostlarla ünsiyyət qurun və ya romantik görüşə çıxın. Balıqlar Bürcü 4 oktyabr 2025-ci il. Günün əvvəlində ümumi təmizlik və ya sadə qayda qanun işləri üçün münasib vaxtdır. Vaxtı ilə təxirə saldığınız işləri indi bitirə biləcəksiniz. Alış-verişlər də sərfəli olacaq. Yalnız ən vacib şeyləri alacaq və pul xərcləməyəcəksiniz. Yaxınlarınızla mübahisə etməməyə çalışın. Hətta haqlı olduğunuza tam əmin olsanız belə. Tezliklə onlar özləri səhv etdiklərini anlayacaq və sizinlə razılaşacaqlar. Bəzi balıqlar isə uzaqdan gələn qonaqları qəbul edəcəklər. Bu görüş sizə böyük sevinç bəxş edəcək, parlaq təəssüratlar yaradacaq.